Salam bizim mətbəxin izləyiciləri. Biz bugün badımcan, biber və pomidor dolması bişirəcəyik. Bu pomidor, badımcan, biber dolmasını həmişə hər bir halda görmüşük ki, mal ətindən, qoyun əti qarışığından baş hazırlanır və onunla hazırlanır. Bugün biz biraz fərqli edəcəyik. Bu toyuğun döş ətidir. Toyuğun döş ətini biz əvvəlcədən xırda-xırda doğramışıq və biraz suda qaynatmışıq və çirkli suyunu tökmüşük. Və heç nə, adi toyuğun döş əti. Hardasa bir yarım kilo toyuğun döş ətidir. Bu döş ətinə biz soğan soyub hazırlamışıq. 3-4 ədəd. Onu indi biz deməli, bax belə bir bizdə soğan doğrayıcı bir qab var. Onun içinə tökəcəyik və burada soğanı xırda-xırda doğrayıb tökəcəyik bura və bu prosesləri mən sizə başa salacağım. Əvvəlcə biz soğanı, ətimiz hazır olduğuna görə soğanı bura atırıq. Çörkadan da keçirmək olar, süzgəcdən də keçirmək olar, xırda-xırda doğramaq da olar. Ət maşınından niyə keçirmirəm? Çünki ət maşınından soğanı keçirdikdə onun suyu çıxır və o ətə bir qədər yaxşı gözəllik gətirmir. Yəni burada dən-dən olmalıdır. Görürsünüz ki, indi bunu qızardacağıq biz yağda. Bunlar hamısı dən-dən, yəni əzilməmək şərti ilə olacaqdır. Kimdə belə yoxdur, yenə də deyirəm, süzgəcdən də keçirə bilər və yaxud əlindən xırda-xırda doğraya da bilər. Gördüğünüz kimi soğanımız hazırdır. Görürsünüz. Soğan xırdalandı. İndi tavaya qoyacağıq. Birinci soğanı qızardacağıq. Əgər məni izləmişsinizsə, bilirsiniz ki, mən 2 yağdan istifadə edirəm. Duru yağ, bir də kərə yağı qarışıqlarından. Çünki onda yeməklər daha dadlı olur. Tavanı qoyuruq qızmağa. Artıq qızıbdır. Biz indi bura duru yağ əlavə edəcəyik. Duru yağ əlavə etdikdən sonra bir qədər də şit yağı əlavə edəcəyik, yəni kərə yağı. Yağ əridi, indi soğanımızı dökəcəyik. Əvvəlcə soğanı bir balaca qızartmaq lazımdır. Deməli, soğanımız artıq üstün rəngini dəyişir. Çok kızartmak lazım değil. Ona göre ki fileyle de kızaracak bu hele. Fileyle de kızartmalıdır. Yani çok kızartmak lazım değil. Birazdan bağlayacağız. Gördüğünüz kimi, file qızarana kimi biz burada bəzi işləri görəcəyik. Bu biberlərdir. Biberləri biz soğuk suya qoymuşuq. Nəyə görə? Ola bilər ki, biberlərin acılığı olsun. Deməli, o vaxta kimi bu biberlərin acılığı çıxsın da suya çıxacaqdır. Yəni, biberləri yoxlamaq lazımdır. Acı ola bilər ki, baldar biberin içərisində acılığı da olan biberlər olsun. Bu suyun içərisində. Sonra biz pomidorların hamısını 2 yerə, məsəl üçün pomidoru bölürük, 2 yerə böldük. 2 yerə bölüb onun içini çıxartırıq, qoyuruq qırağa. Həmin bu içi xırda-xırda doğrayırıq. Hazır olandan sonra bu filenin üzərinə tökəcəyik, ətimin üzərinə tökəcəyik. Bu hazır vəziyyətdir, bu belə. İndi biz keçəcəyik badımcanlara. Badımcanlarımız, deməli, badımcanları biz nə etməliyik? Bu qulplarını kəsirik.
Bulbunu kəsəndən sonra badımcanı və belə zolaq-zolaq soyduq və soyandan sonra buradan belə kəsi əmələ gətiririk. Onun üçün duzlayacağıq. Bu zamanı da şey edeyim, o bizləri əlimizi batırırıq duza. Bunu ona görə edirik ki, bu acı suyunu çıxartsın. Və badımcanı qoyacağıq, harca bir 10 dəqiqə belə badımcan deməli duzlu vəziyyətdə qalsın. Filiyemiz gördüyünüz kimi qızarır. Biz qabaqcadan yarım stəkan düyü bişirmişik. Bişmiş halda, yəni çiğ halda yox, bişmiş halda. Və bura qarışdırırıq. Kim çox sevirsə düyünü çox da eləyə bilər. Düyü demək olar ki, diyetistlikdə, yəni ki, elə bir ziyanı yoxdur düyünün. Düyünün ziyanı yoxdur. Yəni, istəsəz çox. Ailələr var ki, heç düyü sevmirlər. Mən də çox vaxt düyünlə də eləmirəm, əksəriyyət vaxtı. İndi bunu fərqli eləmək istəyirəm. Yəni, düyünlə də qəşəng tutardır. Biraz bununla da qaldıqdan sonra bu hazırladığımız pomidor içliyi var idi, doğranmışdır. Bunu da atırıq bunun içine. Və qarışdırırıq. Və 1-2-3 dəqiqə saxlayırıq. Sonra artıq hazırdır. Deməli, içliyimiz hazırdır. Və duzunu vuracaq. Dəqiqə. Duzunu da vuraq. Bir çay kaşığı tuz vururuq. Biraz soğuk. Zövqə görə qara istiyor. Biraz da darçın. Ümumiyyətcə, badımcan dolmasına darçın vurulmalıdır içliyinə. Dadı fərqli olur. Və salam. Ağzını bağlayırıq, biraz qalır, hatta bir 5 dəqiqə. Sonra isə göyərti vuracağıq. Keşniyi, şüyüd. Biraz mən petruşka da qatmışam, cəfəri. Amma siz istəsəniz vurmazsınız, yəni kim necə istəyir. Reyhan da olar. Əslində reyhanı qatılmalıdır. Mənim əlimin altında bu göyərtlər olduğuna görə mən bunu qatıram. Biraz qalsın. Gördüyünüz kimi deməli torbası hazırdır. İndi göyərtini vura bilərik. Yay olduğuna görə göyərtilərdən çoxlu istifadə olunur. Amma qışda badımcan biber dolması hazırlananda göyərti az istifadə olunur. İndi isə biz artıq badımcanlarımızın içini duzlamışdıq. Görürük ki, içərisi bir balaca boşalır. Bu badımcanları bir-bir belə sıxırıq və qaşığın dal ucuyla bunun içini bir balaca çıxardacaq. Sonra isə krantda yuyacaq. Suyun altında yuyacaq ki, içi təmiz olsun. Və belə bu qayda ilə. Gördünüz? Bu hazır. Və o qayda ilə başqa olsun. Bəli, içlərini təmizlədikdən sonra badımcanları bax belə suyun altında yuyuruq və möhkəm sıxırıq. Möhkəm sıxırıq və qoyuruq bir qaba. İçini yenə də yuyuruq. Görürsünüz, suyun rəngi qara. Deməli, badımcanın acı suyu çıxır. Badımcanın acı suyu çıxmalıdır. Və belə sıxırıq. Badımcanlar qızarıb, o üzbüzünə bir bağ alacaq. Çox qızartmaq lazım deyil.
Pomidorumuz hazır. İçi duzlanıbdır. Biberin de içini bir balaca duzluyuruq. İndi isə yığa bilərik. Badımcan soğuyana kimi biz biberi dolduraq. Badımcanların içi istidir. O biraz soğusun. Bax, bu formada doldurulur. Və belə düzəcəyik. Şimdi kırmızıdan koyalım. Kırmızı biber. Rəngli biber niye götürmüşəm? Rəngli biber görünür çox qəşəng görsənir. Bizim biberlərimiz böyük olduğuna görə biz belə bölmüşük. Əslində biberlər belə bölünməməlidir. Şimdi pomidordan da dolduraq. Bunların hamısını bu qayda ilə dolduracağıq. Yığacağıq duxovkanın listinə. Və duxovkada hardasa bir 25 dəqiqə pişəcək. Badımcanlar qaynar olduğuna görə hələ badımcanı doldura bilmirik. Artıq badımcanlar soğuyub. Belə bu şəkildə bunları da doldururuq. Doldururuq və belə cərgə ilə düzəcəyik. Bol qoyun ətini ki, badımcanın içərisində dadlı olsun. Və bu şəkildə hamısını düzəcəyik. Gördüğünüz kimi artıq hazırdır. Şimdi bir dənə qalır duxovkaya qoymaq. Bir 20 dəqiqə hardasa 200 dərəcə temperaturda 20 dəqiqə və hazır olacaq. Hazır olandan sonra üzərinə kim istəsə mayonez ya smetan vurub nuş edə bilər. Bunun üzərinə Holland pendiri də çəkmək olar. Holland pendiri də. Biz bu dəfə etmədik bunu. Yəni duxovkaya qoymamışsan. Qoymamışdan qabaq Holland pendiri üzərinə çörkadan keçirdirsən. Holland pendiri əriyir və hazırdır. Demək olar ki, məhsullarımız hazırdır. Pomidor tez bişəndir, biber tez bişəndir. Badımcanı da qızartmışıq. Və salam. Bu şəkildə. Deməli, sobaya qoyuruq. 200 dərəcə temperaturda 30 dəqiqəyə qoyuruq. 30 dəqiqə hazır olacaq. Yeməğimiz hazırdır. Buyurun, baxın. Bax, görünüşü. Görürsünüz necə apetitlə, gözəl, dadlı. Əgər maraqlanırsınızsa siz də pişirə bilərsiniz. Buyurun, nuş olsun.